Salam dəyərli dostlar, yaşıl üzlü testdən təsdiqlənən feillərlə davam edirik. Birinci suala diqqət edək. Qara hərflə verilmiş sözlə eyni qrammatik məna növündə olan təsdiqlənməyən feil işlənmiş cümləni müəyyən edin. Qaralmağa sözüdür. Qaralmağa sözü qara sözünə A şəkilçisi ilə düzəlibdir və məlum növdə olan feildir. Biz bilirik ki, adlardan yaranan bütün feillər məlum növdədir. Burada da qara sifəti ilə düzəlib yenə məlum növdə olan feil olacaqdır. İndi həmin məlum növdə işlənən təsriflənməyən feil işlənmiş cümləni müəyyənləşdirməliyik. Kərimxan yuyunar. Yuyunmaq sözü burada qayıdış növdədir. Amma təsriflənməyən feil istəyir bizdən. Çörək yeyər, çay içər və köhnə cırıq kiliminin üstündəki mütəkkəyə söykənərək xəyala dalırdı. Burada söykənərək feili bağlama olacaqdır. Qayıdış növdə olacaqdır. Ona görə A variantını götürmürük. İlk yaz günəşi ilə qızınan da qızınmaqdan qızınmaq, torpaq öz-özünə qızınır. Qayıdış növdə olacaqdır. Ona görə B bəndini götürmürük. Biz yazışa aylar gəlib keçdi. Yazışa qarşılıq növdə olan feildir. Ona görə C variantını da götürə bilmərik. Bir ildir gəlmirsən, hələ səni şad görməmişik. Dərd çəkməkdən gül kimi solmusan. Burada dərd çəkmək məsdərdir. Məlum növdə olan mürəkkəb feildir. Yəni frazeoloji birləşmələri biz bilirik ki, mürəkkəb feil kimi götürürük. Ona görə D variantı testimizin doğru cavabı olacaqdır. Məlum növdə olan feil, məlum növdə olan təsdiqlənməyən feil. Kələntərli müsahibinin qəfildən tutulması bu qayıdış növdədir. Söhbətindən xoşlanmamasına yozdur. Deməli, E variantı doğru cavab olmayacaqdır. 2 ilə davam edirik. Cümlədəki feillərin xüsusiyyətlərini nəzərə alıb cədvələ əsasında doğru cavabı müəyyən etməliyik. Baxaq. Zərifə tez udqundu. Yaşarmış gözlərini əlindəki kiçik yaylığın ucu ilə sildi. Qədir kişi bu deməli hörmətlərdən darıxmır. Bunu özünün yaxşı işləməsi ilə əlaqələndirə bilirdi. Baxaq. Birdədir ki, feillərdən biri qrammatik məna baxımından digərlərindən fərqlənir. Udqundu sözü udmaqdan udqun məlum növdədir. Sonra yaşarmış gözlərini yaşdan yaşarmaq, yaşarmış gözlərini əlindəki kiçik yaylığın ucu ilə sildi də məlum növdədir. Bu fikir yanlışdır, çünki hər biri məlum növdə olan feildir. Təsriflənən feillər quruluşca fərqli olsa da eyni zamandadır. Təsriflənən udqundu düzəltmədir, sildi məlum növdədir, düzəltmədir, sadədir daha doğrusu. Quruluşca bunlar fərqlidir. Amma həm udqundu, həm də sildi sözü eyni zamandadır. İkisi də keçmiş zamandadır. 2 doğrudur. 3-ə baxırıq. Deməli, yanlışın altından burada yanlışı seçməliyik. Sadə feilin qabağındakı sözü əlaqələndirə sözü ilə əvəz etsək, feilin quruluş növü dəyişər. Deməli, baxaq. Qədir kişi bu deməli hörmətlərdən darıxmır, dardan darıxmaq. Bunu özünün yaxşı işləməsi, işdən işləməsi ilə əlaqələndirə bilirdi. Bilirdi sözü artıq burada sadədir. Deyir, ondan əvvəlki sözü əlaqələndirə sözü ilə əlaqələndirə bildi. Feilin quruluşcu növü dəyişəcək. Bəli, burada əlaqədar sözünü əlaqələndirə sözü ilə əvəz etsək, əlaqələndirə bilmək mürəkkəb feil olacaqdır. Ona görə deməli 3-ü biz doğru cavab kimi götürə bilmərik. Yəni yanlışın altından doğru cavab kimi götürə bilmərik. Bu mürəkkəb feilə çevirəcək. Fikir doğrudur. Xəbər kimi işlənən düzəltmə feilin başlanğıc forması ilə kökü fərqli nitq səsdir. Xəbər kimi işlənən düzəltmə feilin deməli darıxmırdı sözü. Başlanğıc forması darıxmaq feilidir. Kökü isə dar sifətidir. Bu da doğrudur. Yanlışın altına götürülə bilməz. Feillərdən ikisi quruluş düzəltmə, biri sadədir. Bu A-ya görə doğru, B-yə görə yanlış olmalıdır. Bu hər ikisinə aid doğru cavabdır. Çünki udqunmaq, yaşarmaq düzəltmədir, sildi sadədir. O birində də darıxmaqla işləmək düzəltmədir, bilirdi sadədir. Ona görə 5-i götürə bilmərik.
Təsvirlənən feillərin hər biri məlum növdədir, hərəkətin icra olunduğunu bildirir. Bəli, hamısı birinci cümlədə məlum növdədir və hərəkətin icra olunduğunu bildirir, amma ikinci cümlədə darıxmırdı sözü hərəkətin icra olunmadığını bildirir. Ona görə A6 1-ə görə doğru, A-ya görə doğru, B-yə görə yanlış olacaq. Testin doğru cavabı A bəndidir. Qara hərflə verilmiş sözlərin feilin hansı qrammatik məna növündə olduğunu nəzərə alaraq uyğunsuzluğu müəyyən etməliyik burada. Baxaq, bildirmədi. Bildirmədi sözündə məlum növdə olan feildir. Səhv eləmirəmsə 2019-cu ilin miqinə düşmüşdü. Bildirmədi sözü məlum növdədir. Burada uyğunsuzluq yoxdur. A variantı doğrudur. B-yə baxırıq. Qovurmalıq üçün saxlanılan bir cüt erkək o qədər yağlanmışdı ki, biz demişdik ki, yağlanmaq, sulanmaq sözlərində hərəkət öz-özünə icra olunursa, orada lanı biz bir yerdə götürürük. Yağdan yağlanmışdı. Demək, burada lan bir yerdədir. Burada da qayıdış növün şəkilçisi olmadığı üçün bu feil qayıdış növdə ola bilməz. Çünki lan bir yerdə götürülüb. Fikir, deməli, uyğunsuzluq yaradacaqdır. Testin doğru cavabı B bəndidir. Sonra balaca bir koma qaralmışdı. Biz bayaqlarını dedik ki, qaralamışdı. Qaradan qaralama. Deməli, adlardan yaranan feillər məlum növdədir, uyğunsuz deyil. Bu kitablar gizli saxlanılırdı. Bu kitablar gizli saxlanılırdı. Saxlamaqdan saxlanılmalıdır. Məhcul növdə olan feildir. D variantında uyğunsuzluq yoxdur. Baxışdılar sözü də qarşılıqlı növdədir. Ona görə E variantında da uyğunsuzluq yoxdur. 4 ilə davam edirik. Deyir, sual işarəsinin yerinə qeyd olunmuş üçbucağı hansı cümləyə yazsaq, həmin üçbucaq qonşu üçbucaqların hərəsindən yalnız bir xüsusiyyət götürə bilər. Mən burada bir doğru, bir yanlış izah edəcəm. Deməli, ondan da artıq məsələyə yekun qoymuş olarıq. Baxaq, bir A variantından başlayaq. Deyir, meşənin içində, dağların arasında yerləşən feillərin altına xətt çəkib, balaca obalar sanki yerindən tərpənib ayaqlanmışdı. İndi, müstəqil işləndikdə həm sadə, həm də düzəltmə olan feil işlənibdir. Yerləşmək həmişə düzəltmədir, tərpənib sadədir. Ayaqlanmışdı, yenə də düzəltmədir. Deməli, bu xüsusiyyət bura uyğun gəlmədi, səhvdir. Feilin quruluşu iki növü işlənibdir. Bu doğrudur. Biri uyğun gəldi, biri uyğun gəlmədi. Yəni, ayaqlanmış, tərpənib sözü sadədir. Yerləşməklə ayaqlanmaq sözü düzəltmədir. Deməli, feildəki qrammatik şəkilçənin sayı fərqlidir. Yerləşən bir dənədir, tərpənib bir dənədir, ayaqlanmışdır. Deməli, feildəki qrammatik şəkilçələrin sayı fərqlidir. Feillərdəki ikisində eynidir. Feillərdən hər biri müstəqil cümlə üzvüdür. Bu yanlışdır, çünki tərkib yaradacaqdır. Nələyik burada biri saxlayaq. Feillər məlum növdədir. Yerləşən, tərpənib, ayaqlanmışdır. Bu düzdür. Bunu götürdük. Feillərin hamısı hərəkətin icra olunduğunu bildirir. Ayaqlanmışdır. Bu da düzdür. Hər ikisi düz olduğu üçün A variantını götürə bilmərik. Deməli, burada dedik ki, üçbucaqlardan hərəsində bir dənə fikir doğru olmalıdır. Deməli, bunu silsək, digər varianta baxsaq, B variantına baxsaq, deməli, al geyib sözü qızarıb yenə üfüqlər, birazdan gözünü açacaq səhər. Deyir, müstəqil işləndikdə həm sadə, həm də düzəltmə olan feil işlənibdir. Geyib qızarıb açacaq, bu fikir yanlışdır. Feilin quruluşca iki növü işlənibdir. Geyib qızarıb açacaq. Bu da yanlışdır. Çünki quruluşca ancaq sadə feillər işlənib burada. Geyib sadədir, qızarmaq sözün kökü qızardı. Açacaq, ona görə hər ikisi yanlış olduğu üçün artıq biz B variantında doğru cavab kimi götürə bilmərik. Sonra C-yə baxaq. Hava açıldıqda ata oğlunun əlindən tutub geniş düzənliyə çıxdı. Deyir, müstəqil işlənlikdə həm sadə, həm də düzəltmə olan feil işlənibdir. Bu yanlışdır. Biri götürmürük. 2-yə baxırıq. Feillər quruluşca iki növ işlənibdir. Açıldıqca çıxdı. Bu doğrudur. Sonra feildəki qrammatik şəkilçənin sayı fərqlidir. Çıxdı da bir dənədir. Açıldı
Tapdıqda bir dənədir, tutub bir dənə. Bu yanlışdır, fərqli deyil. Fe'lərin hər biri müstəqil cümlə üzvüdür. Bu da yanlışdır, çünki burada tərkib yaradır fe'lər, təsvirlənməyən fe'lər. İkisi yanlış olduğu üçün artıq bunu da doğru cavab kimi götürə bilmərik. Baxaq D bəndinə. Gülnaz heç nə görmürdü. Bütün üzlər və gözlər görmürdü olacaq. Dumanlı bir pərdənin dalında bir-birinə qarışmış kimi gözlərində dolanırdı. İndi biz birə baxaq. Deyir, müstəqil işlənibdə həm sadə, həm də düzəltmə olan fe'l işlənibdir. Dolanırdı sözü. Məsələn, deyirsən ki, onlar yaxşı dolanır. Orada sadə olacaqdır. Amma o ağacın başına dolanır. İlan və yaxud da ağaca dolanır. Burada artıq düzəltmə olacaqdır. Ona görə bir doğru olacaqdır. Fe'lin quruluşca iki növü işlənibdir. Görmürdü sadədir. Qarışmış sadədir. Gözlərində dolanırdı. Bu da yenə də sadə olmuş olacaqdır. Ona görə 2 yanlışdır. Fe'ldəki qrammatik şəkillərin sayı fərqlidir. Mürdü. Sonra qarışmış, dolanmaqdan dolanırdı. Birində 2 dənədir, birində 3 dənədir, birində 1 dənədir. Ona görə 1 doğrudur. Fe'lərin hər biri müstəqil cümlə üzvüdür. Bu yanlışdır. Çünki qızarmış sözü, qarışmış sözü burada tərkib yaradacaqdır. Birə baxırıq. Fe'lər məlum növdədir. Üçü də məlum növdədir. Bir doğrudur. Çünki üçü də quruluşca sadədir. Fe'lərin hamısı hərəkətin icra olunduğunu bildirir. Bu səhvdir. Görmürdü, icra olunmadığını bildirir. Gördüyümüz kimi D variantında fikirlərdən yalnız biri doğru olduğu üçün testin doğru cavabı D bəndi olacaqdır. 5-ci sualdan davam edirik. Doğru yanlış cədvəlinin əsasən doğru cavabları müəyyən etməliyik burada. Deyir, kökü isim olan söz qayıdış növdə ola bildiyi halda isimdən yaranan fe'l qayıdış növdə ola bilməz. Bu fikir doğrudur. Bu qabanı yanlış yazılıbdır. Ümumiyyətlə, isimdən yaranan bütün fe'llər məlum növdə olacaqdır. Qayıdış növdə ola bilməz və yaxud da məhsul növdə ola bilməz. Kökü yox ha, yaranmasını deyirəm. Başqa adlardan yaranan bütün sözlər, dərsin izahında da vermişdik. Adlardan yaranan bütün sözlər məlum növdədir. Kökü ona dəxli yoxdur. Cümlədə şəxssiz növdə işlənən fe'l varsa, mübtəda yoxdur. Qayıdış növdə işlənən fe'l varsa, mübtəda işlənir. Bu fikir yanlışdır. Şəxssiz növdə olan fe'l olanda mübtəda ola bu iddiası doğrudur. Şəxssiz növdə işlənən fe'l varsa, mübtəda yoxdur. Qayıdış növdə işlənən fe'l varsa, mübtəda işlənibdir. Bu fikir doğrudur. Qabanı yanlış yazıldığı üçün B variantını götürə bilmərik. C-yə baxırıq. Eyni fe'l yerinə görə həm məhsul, həm də qayıdış növdə işlənə bilər. Dostlar, biz burada nəyə diqqət eləyək? Fikrim var, cümlədə şəxs növdə işlənən fe'l varsa, mübtəda yoxdur. Bu fikir yanlışdır. Niyə? Çünki şəxsiz növ bəlkə təsvirlənməyən fe'lin içərisindədir. Məsələn, deyirsən ki, məsələyə baxılanda mən qayıtdım. Nə etdim? Qayıtdım ki, mən nə zaman məsələyə baxılanda. Bax, bu cümlədə mübtəda var və şəxssiz növdə olan fe'l var. Baxılmaq sözü burada şəxssiz növdədir. Ona görə cümlədə şəxs növdə işlənən fe'l varsa, belə olmalıdır ki, bu cümlədə təsvirlənən şəxssiz növdə olan fe'l xəbərdirsə, o cümlədə mübtəda ola bilməz. Amma şəxssiz növdə olan fe'l işlənibsə, mübtəda ola bilər. Fikir yanlışdır. Qabanı da yanlış yazıldığı üçün B variantı testin doğru cavabı olacaqdır. Eyni fe'l yerinə görə həm məhsul, həm də qayıdış növdə işlənə bilər. Bu fikir doğrudur. Qabanı yanlış yazılıbdır. C-ni götürə bilmərik. Hər hansı bir cümlədə fe'lin quruluşca hər üç növünə aid nümunə varsa, həmin cümlədə mütləq məlum növdə olan fe'l var. Bu fikir doğrudur. Çünki sadə fe'lə quruluşca yalnız məlum növdə olacaq. Qabanı yanlış yazıldığı üçün D bəndini götürə bilmərik. Məhcur növdə olan fe'l dır şəkilçisi artırıbsa, icbar növdə olan fe'l düzəldə bilərik. İcbar növdə olan fe'l ancaq təsirli fe'llərdən düzəldiyi üçün, məhcur növdə olan fe'llərdə təsirsiz fe'llər olduğu üçün bu fikir yanlışdır. Qabanı doğru yazıldığı üçün E variantını götürə bilmərik. Deməli, testin doğru cavabı bütün hallarda B bəndidir. 6 ilə davam edirik. Müqayisə cədvəlinə əsasən doğru cavabı seçin. Şaftallar şirələnib budağını əyəndə
Xonça tutub göndərirəm sənin də öz payını. Yavaş-yavaş gümüş qaşıqlarda stəkanlara dəyib cingildədi. Aha. Birə baxırıq. Deyir, təsvirlənən feil məlum növdə qulluqca sadədir. Xonçaları tutub göndərirəm sənin də göndərmək sözü, göndərərəm. Qulluqca sadədir və məlum növdədir. Deməli, 1 doğrudur. 2-yə baxırıq. Deməli, burada bu tərəfə də baxsaq, cingildədi sözüdür. Bu təsvirlənən feil. Cinkdən cingildədi düzəltmədir. Ona görə bir ancaq cədvəlin sol xanasına gedəcəkdir. Fərqləndirilmiş sözün başlanğıc forması nümunədəki vəziyyətindən fərqli olaraq müstəqil şəkildə iki leksik şəkilçi söz kimi də düşünülə bilər. Şirələnib sözü şaftallar burada şirədən şirələnib bu formada təhlil olunacaqdır. Amma desək ki, divar şirələnibdir. Artıq orada divar şirələnəkdə şirədən şirələmək, şirələməkdən şirələnmək ib də burada qrammatik olacaqdır. Divar şirələnib sözündə deməli, 2 leksik şəkilçi ola bilər. Ona görə 2 doğrudur. 3-ə baxırıq. Xəbər mövqeyində işlənən feil eyni köklük yarada bilər. Nə edərəm? Göndərirəm. Burada sadə olduğu üçün eyni köklük yarada bilməz, amma burada düzəltmə olduğu üçün eyni köklük yarada biləcəkdir. Yəni, düzəltmə sözləri də biz bilirik eyni köklük yarada. Ona görə 3 doğrudur. Keçmiş zamanda işlənmiş feil quruluşca sadədir. Baxaq, şirələnib, budağını əyəndə xonca tutub göndərərəm sənin də öz payını. Keçmiş, burada bu nümunəyə aid eləyə bilməyəcək. Burada amma cingildədi sözü quruluşca sadə olmadığı üçün 4-ü götürmürük. Təsvirlənən feillər icbar növdə işlənə bilməz. Göndər nəyi? Birinci cümlədəki təsirli feil olduğu üçün işlənə bilər. Ona görə bu ortaq ola bilməz. Testin doğru cavabı 1, 2, 3 D bəndidir. Maraqlı testi 7-ci testdə biz bu sözləri 2 cür təhlil edəcəyik. Döyün sözünü bir vurğu sona düşəndə döyməkdən döyünmək olacaqdır. Vurğu əvvələ düşəndə burada ün qrammatik olacaqdır. Keçirdi sözü də eyni qaydada. Vurğu sona düşərsə keçməkdən keçirmək, keçirdi bu formada. Vurğu irin üzərinə düşərsə keçməkdən keçirdi. Artıq burada vurğusu bura düşsün. Hər ikisi qrammatik olacaq. Sulanırdı sözü sudan. Əgər sulanmaq, sulanırdı. Belə də ola bilər. Sulanırdı sözü sudan, sulan lan bir yerdə ır qrammatik ola bilər. İndi baxaq görək bir də bizə nə deyir? Deyir ki, vurğusu sonuncu hecaya düşərsə bütün feillərdə ən azı bir leksik şəkilçi olacaqdır. Bəli, vurğu sona düşdü, burada bir leksik şəkilçi var. Sona düşdü, bir leksik şəkilçi var. Sona düşdü, bir leksik şəkilçi var. Ən azından burada hər ikisinin sona düşəcəkdir. Ona görə 1 doğrudur. 2-yə baxırıq. Hər 3 söz tərkibinə görə fərqli formada təhlil olunur. Bu da doğrudur. Yuxarıda ifadə etmişik 2 doğrudur. 3-ə baxırıq. Feillərin hamısının kökü amonimdir. Sözü amonim deyil. 3 yanlışdır. Feillərin ikisini quruluşca həm sadə, həm də düzəltmə düşünmək olar. Döyünmək sözü ilə keçirdi sözünə həm quruluşca sadə, həm düzəltmə düşünmək olur. Amma sulanırdı sözü bütün hallarda düzəltmədir. 4 doğrudur. Kökü feil olan sözlərin vurğusu sonuncu hecaya düşmədikdə məlum növdə işlənər. Kökü feil olan sözlərin vurğusu sonuncu hecada düşmədikdə, məsələn, döyün sözü keçirdi sözdür. Vurğusu sonuncu hecaya düşməyəndə bu məlum növdə olacaqdır. Hər ikisi, ona görə 5 doğrudur. Kökü feil olmayan sözü həm məlum, həm də qayıdış növdə düşünmək olar. 6 yanlışdır. Sulanmaq sözü məlum və məhcul növdə işlənir. Bu söz qayıdış növdə işlənə bilmir. Feillərdən ikisi yerindən asılı olaraq 2 fərqli qrammatik məna növündə düşünmək olar. Deməli, 7 də doğrudur. Deməli, döyünmək sözünü biz qayıdış və məhcul, sulanmaq sözünü isə qayıdış və məlum, döyünmək sözünü, sulanmaq sözünü isə məhcul və məlum növdə düşünə bilərik. Keçirdi sözü isə bütün hallarda məlum növdədir. Deməli, feillərin ikisini biz müxtəlif, fərqli deməli, qrammatik məna növünə düşünə bildik. Testin doğru cavabı D bəndi olacaq. Yəni 5 fikir burada doğrudur. 8-ci testdən davam edirik.
Yassı daşın üstündə öz cırıq deməli çıxama bürünüb yatmışdım. Bir də gün yağlananda ayrılmışam cümləsinə fərqləndirilmiş sözü eyni qrammatik məna növündədir. İndi burada dumanlanırdı sözündə feilin xüsusiyyətlərini nəzər doğru cavabı. Dumandan, dumanlamaq, dumanlanırdı. Gecənin qoynunda bu sadə tonqalın yaşıl tüstü dumanlanırdı. Öz-özünə dumanlanacaq qayıdış növdədir. Burada da yağlananda bürüyüb yatmışam və bir gündə yağlananda öz zırıq çuxasına bürünüb yatmışam. Gün yağlananda yağdan yağlan anda burada bu belə olacaqdır. Bu qayıdış növdə olan feildir. Bu isə məlum növdə olan feil olacaqdır. Ona görə A variantı doğru deyil. Mayagil kifayət qədər hərəkət etdikdən sonra yuyundular, təmizləndilər cümləsində fərqlənmiş sözlər tərkibinə görə təhlil eyni deyil. Təmizdən, təmizləmək, təmizləndilər. Yəni burada müdavilərin ən çox səhv elədiyi məqam dumanlanmaq sözündə lanı bir yerdə götürürlər. Amma lanı bir yerdə götürmür. Dumanlamaq deyilən tüstüləmək mənasını ifadə edən dumanlamaq. Bir feilimiz var. Ona görə biz orada lananlığını asanlıqla ayırırıq. Biz gördük ki, hər ikisində 2 leksi, 2 qrammatik şəkilçi var. Ona görə tərkibinə görə təhlili eyni deyil fikri yanlışdır. Geyinmək, qaralmaq sözləri ilə eyni məna növündədir. Geyməkdən geyinmək, qaradan qaralmaq. Sözləri eyni məna növündədir. Bax, geyinmək sözü qayıdış növdədir. Qaralmaq sözü məlum növdədir. Ona görə C variantı yanlış olacaqdır. Qızartmaq sözü kimi kökü və yarandığı nik hissəsi eynidir. Dumanlanmaq sözü kökü dumandır, amma yarandığı nik hissəsi dumanlamaq feilidir. Ona görə onun kökü və yarandığı nik hissəsi eyni olmadığı üçün ümumiyyətlə D variantından uyğun ola bilməz. Köçürücü sözündəki qrammatik şəkilçilərlə amonim təşkil edən tərkibi var. Deməli, köçməkdən köçürdü. Bu sözdəki şəkilçi ilə bax, dumanlanırdı sözün tərkibindəki bu qrammatik şəkilçilər amonimdir. Buradakı ır zamandır, burada feil düzəldəndir. Buradakı d qrammatik şəkilçi idi hissəcik, burada isə şuidi keçmiş zamandır. Ona görə E variantı testin doğru cavabdır. Nümunədəki feillər haqqında yanlış cavabı müəyyənləşdirməliyik. Ağarmışdı başı uca dağların, ağarmışdı, yığılmış dəzgahı güllü bağların. Nümunədəki feillərdən biri həqiqi, digəri məcazi növdədir, məcazi mənadadır. Yanlış istəyir. A variantı doğrudur. Başı uca dağların başı ağara bilər, amma yığılmış dəzgaha güllü bağların artıq burada məcazi mənadadır. Feillərin hər ikisi keçmiş zamandadır. Quruluşca düzəltmədir. Hər ikisi keçmiş zamanda quruluşca düzəltmədir. Bu doğrudur, götürə bilmərik. Yanlış istəyir burada bizdən. Feillərdən biri qayıdış, biri məlum növdədir. Deməli, feillərdən biri qayıdış, biri məlum növdədir. Ağarmışdı sözü məlum növdədir, doğrudur. Amma yığılmış dəzgahı artıq burada qayıdış növdədir. Burada cümlənin şeirin mənasına diqqət etmək lazımdır. Yəni, ağarmışdı baş uca dağların, yəni qar yağmışdı. Yığılmış dəzgaha güllü bağların, yəni çiçəklər artıq solmuşdu mənasındadır. Burada da öz-özünə solduğu üçün yığılmaq mənası o mənanı ifadə edir. Bu qayıdış növdə olan feil olacaq. C bəndini götürə bilmərik. Feillərin hər ikisinin kökü ilə yarandığı nik hissəsi eynidir. Ağarmaq sözü yarandığı nik hissəsi sifətdir, kökü sifətdir. Yığılmış sözün yarandığı nik hissəsi feildir, kökü də feildir. D bəndi doğrudur. Feillərin həm eyni şəkildə, həm də eyni qrammatik məna növündədir. Eyni qrammatik məna növündə deyil. Biri məlum, biri qayıdış növdə olduğu üçün testin doğru cavabı E bəndidir. 10-cu testdən davam edirik. Klasteri tamamlamalıyıq onda. Burada doğru cavabı əsasən müəyyən eləyən gəlin, sonra davam eləyərik. Birə C yazsaq. Gəl əyləşməyicə keyflər durulsun, Koroğlu çağırır dövrana səni. B-də deyir ki, feillə amonim olan köməkçinin hissəsi işlənibdir. Gəl sözü burada ədaddır, feillə amonimdir. Deməli, birə C yazanda B variantı doğrudur. F-ə baxırıq. Feillərdən biri müstəqil işlənsə, feilin iki fərqli şəkli kimi düşünülə bilər. Baxaq görək, feillərdən biri müstəqil işlənsə, feilin iki fərqli şəkli kimi düşünülə bilər.
Gəl əyləş mey çək. Keyflər durulsun. Koroğlu çağırır dövrana səni. Deməli burada içək sözünü biz götürsək, burada içməkdən içək. Burada əmr şəklindədir, amma ayrı şəkildə işlətsək biz içək sözünü arzu şəklində də düşünə bilərik. A üstə gəlsin ki formasında. Ona görə F variantı da doğrudur. Ona görə testin doğru cavabı C bəndidir. Bir C olanda gəlin E variantına baxaq. D-də nə deyir? Feillərdən 4-ü əmr şəklindədir. Əyləş əmr şəklindədir. Burada gəl ədatdır. Əgər feil olsaydı ondan sonra vergül qoyulardı. İçək əmr şəkildədir. Durulsun əmr şəklindədir. Üçü olduğu üçün E variantını doğru cavab kimi götürə bilməliyik. Yenə də bir C olanda D doğru cavab deyil, A variantını götürə bilməliyik. İndi bir A olanda baxaq görək burada məsələ nədir? Bir A olanda G-yə baxaq. G-də nə deyir? Deyir fərqləndirilmiş söz qayda üç növdə işlənibdir. Bax yalançı tapıldı çünki çoban doğru deyərkən sözü göründü. Daha sonra birdən D-dən başlayaq. Feillərdən 4-ü əmr şəklindədir. Bax, olar. Yalançı tapıldı çünki çoban doğru. Ümumiyyətlə burada 4 dənə feil yoxdur. Ona görə 1A olanda D variantı yanlışdır. 1A olanda B variantına baxsaq, B-yə baxaq. Feillə amonimon köməkçi hissəsi işlənibdir. Bax burada feildir. Çünki ondan sonra vergül qoyulub. Ədəd olsaydı ondan sonra vergül qoyulmazdı. Ona görə B variantı da yanlışdır. 11 ilə davam edirik. Bitirdi və dolanırdı sözlərinin hər birində bir leksik şəkilçi olduğunu nəzərə alıb nöqtələrin yerinə uyğun gələn tam cavabı müəyyən edin. Baxaq. Bitirdi sözünü biz iki cür təhlil edəcəyik. Bitməkdən bitirmək, bitirdi. Bir də bitirdi sözünün də vurğu sonu düşəcəkdir. Daha doğrusu vurğu irin üzərinə düşəcəkdir. Dolanırdı sözündə də dolanmaqdan dolanırdı belə olacaqdır. Bir də dolanmaq sözünü sadə götürəcək. Dolanırdı formasında olacaqdır. Vurğu sonuncu hecaya düşür. Deməli hər ikisində sözlərin hər birində bir leksik şəkilçi olduğunu nəzərə alsaq, bir leksik şəkilçi olanda bitirdi sözünə vurğu sonu düşəcəkdir. Deməli dolanırdı sözündə vurğu sonuncu hecaya düşmüş olacaqdır. Burada dolanırdı sözündə bütün hallarda vurğu sonuncu hecanın üzərinə düşmüş olacaqdır. Yəni bir leksik şəkilçi olanda təkcə vurğu sonuncu hecanın üzərinə düşmür. Burada da tam cavabı istədiyi üçün bizdən nöqtələrin yerinə uyğun gələn tam cavabı istədiyi üçün A variantını götürə bilməliyik. İdi hissəci işlənibdir. Vurğu sonu düşəndə bitirdi sözündə idi yox, şuydu keçmiş zamanda olacaqdır. B bəndi səhvdir. İş və hərəkət müxtəlif zamanlarda icra olunur. Deməli, bitirdi sözündə vurğu deməli keçmiş zamandadır. Dolanırdı sözü isə bildiyimiz kimi burada indiki zamanda olduğu üçün C variantı testin doğru cavabı olacaqdır. Kök şəkilçi sxeminə uyğun gəlir. Kök şəkilçi sxemi dolanırdı sözünə aid olmayacaq. Çünki orada 3 dənə şəkilçi olacaqdır. Ona görə D variantı yanlışdır. Aid olduğu qrammatik məna növü adlardan da yaranır. Bitirdi məlum növdədir. Dolanırdı sözü isə vurğu sona düşəndə orada məhsul və qayda üç növdə işlənə bilər. O adlardan yarana bilməz. Ona görə E variantı yanlışdır. O alma yeməlidir. Nə etməlidir? Yeməlidir. Kim o? Nə yeməlidir? Alma yeməlidir. Cümləsi əlaqədar cədvəl əsasında doğru cavab müəyyən edin. Mütləqdir, ehtimaldır. Ən azı bir ikinci dərəcəli üz iştirak edibdir. Bir doğrudur. Orada tamamlıq var. Nə sualına cavab verən söz işlənibdir. Nə almadır. 2 də doğrudur. Vacib şəklində olan feil işlənibdir. Vacib şəklində olan feil ehtimaldır. Buradan vergüldən istifadə olunmaya da bilər. Əslində doğru cavabı müəyyəndir. Vergüldən istifadə olunmaya da bilər. Əgər vergüldən istifadə olunmazsa, o alma yeməlidir. Şərtdə bizə vergüldən istifadə olunmaya da bilər deyir. O alma yeməlidir. Nə etməlidir? Yeməlidir. Kim o? Nə yeməlidir? Kim? Yeməlidir.
Nə alma, hansı alma, o alma. Vergül qoyulmayanda belə olacaqdır. Ona görə deməli, yenə də bu şərtdə də baxsaq, ən azı bir söz ikinci dərəcə üzdür. Bəli, burada təyin var, burada tamamlıq olacaqdır. Nə sualına cavab verin? Burada alma, burada nə yeməlidir? Alma. Burada da alma sözü qeyri-müəyyən təsirli halda olduğu üçün nə sualına cavab verir? Vacib şəklində olan fe'l işlənir. Bu ehtimaldır. Çünki nə etməli? Burada vergül qoyulsa vacib şəklindədir, amma vergül qoyulmasa fe'li sifət olacaqdır. Ona görə 3 ehtimaldır. Hərəkət bildirən söz işlənib. Bu bütün hallarda mütləqdir deyəni 4-ü götürə bilmərik. 1, 2, 3 A variantı testinin doğru cavabı. 13 ilə davam edirik. Xüsusən sona finala doğru obrazlar soğunlaşır, dialoqla təzəliyini itir cümləsində olub, yəni bu cümləyə aid olub. Müharibə zamanı üzərimə minlərcə düşmən qurşunu yağdı. Heç də qorxmadım cümləsində olmayan xüsusiyyətləri müəyyən etməliyik. İlkin mənadan uzaqlaşan fe'llər işlənibdir. Baxaq, xüsusən sonda finala doğru obrazla soğunlaşıb məcazidir. Dialoqla təravətini, təzəliyini itirir məcazidir. Burada isə müharibə zamanı üzərimə minlərlə qurşun yağdı. Bu yağdı sözü məcazi mənada düşünülsə də, amma qorxmadım məcazi mənada işləmir. Burada fe'llər dediyi üçün bir-birə görə doğru, ikinci cümləyə əsasən yanlışdır. Kök və yarandığının hissəsi fe'l olan düzəltmə fe'li işlənibdir. İtirirdi sözü kökü də, yarandığının hissəsi də fe'l olacaqdır. Amma ikinci cümlədə elə bir fe'l yoxdur. Ona görə 2 doğrudur. Fe'l düzəldən şəkilçi və onun amonim işlənibdir. İtirirdi sözündə fe'l düzəldən il şəkilçisi var və onun amonimi zaman şəkilçisi işlənibdir. İkinci cümlədə də yenə də fe'l düzəldən, çünki burada yağdı sözü də, qorxmadım sözü də deməli sadədir. Burada fe'l düzəldən şəkilçi yoxdur. Ona görə 3 1-ə görə doğru, 2-yə görə yanlışdır. Fe'lin quruluşca 2 növü işlənibdir. Baxaq. Quruluşca 2 növü işlənibdir. Soğunlaşmaq düzəltmədir, itirdi düzəltmədir. Ona görə 4 yanlışdır. Yəni 1-ə aid artıq doğru cavab olmadığı üçün 4-ü götürə bilmərik. Fe'llər hər ikisi eyni şəkildə, eyni qrammatik məna növündədir. Bu 1-ə aid doğru, 2-yə aid də doğrudur. Ona görə 5-i götürə bilmərik. Testin doğru cavabı 1, 2, 3-dür. 14 ilə davam edirik. I şəkilçisi qəbul etmiş fe'l və doğru cavab müəyyənləşdirməliyik. Məhsul növdə olarsa, işin icrasının subyektin iştirakı vardır. 1 doğru olacaqdır. Məhsul növdə olan fe'llərdə subyekt iştirak edə bilir. 2-yə baxırıq. Təsirsiz fe'llərə bu şəkilçi artırdıqda bütün hallarda bunu məhsul növdə olan fe'l təsirsiz fe'llərdən yaranmır. Təsirdən yaranıb təsir olur. Ona görə 2 səhvdir. Subyektlə qayıdış növdə olarsa, subyektlə fe'l arasında heç bir əlavə əşyanın, obyektin işlənməsinə ehtiyac yoxdur. 3 doğrudur. Subyekt obyekti əvəz edir. 4 də doğrudur. Qayıdış növdə olan fe'ldə bu qaydalarda artıq 1, 3, 4 B bəndi testinin doğru cavabıdır. 15 ilə davam edirik. Cümlədəki fe'llərdən hansına saitlə başlayan şəkilçi artırdığı üçün samit cingiti qarşılığı ilə işlənməyibdir. Deməli, samit cingiti qarşılığı ilə əvəzlənməkdir. Biz 15-də baxaq. Çoxalırdı sözündə. Baxın, diqqət edək burada. Çoxalt, çoxdan, çoxalmaq, çoxalt. Çoxalt, ırdı. Burada bax, çoxalt t-dır. T-dı ilə əvəzlənibdir. B variantına diqqət etsək 15-də. Deməli, burada gedəsi sözüdür. Get t-dır. Saitlə başlanan şəkilçi artırıb t-dı əvəzlənməsi baş veribdir. C variantında oxut sözüdür. Oxumaqdan oxut t-dı əvəzlənməsi baş veribdir. Yenə də D variantına baxaq. Deməli, o işıq naminə yazır, yaradır. Yarat sözüdür. Burada da yenə də t-dı əvəzlənməsi baş verib. Amma E variantında elə bir söz olmadığı üçün testin doğru cavabı E bəndidir. Qalmaq, deməli, nə deyir burada? Adamlar
Yaxalarını bəhbəh bağlayıb boyunluqlarını qaldırdılar. Qaldırır. Burada heç birində dt əvəzlənməsi baş vermir. 16-cı sualın davam edirik. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Deməli, işin icrası zamanı bir subyektdən istifadə olunmur. Qrammatik göstəricisi isim düzəldən şəkilçi ilə amonimdir. İşin icrası əsasında bir subyektdən istifadə olunmur. İcbar məlum, bir də qarşılıq növü aid etməlidir. Qrammatik göstəricisi isim düzəldən şəkilçi ilə amonimdir. Deməli, burada icbar növdə isim düzəldən şəkilçi, məlum növünə şəkilçi yoxdur. Burada iş şəkilçisi olacaqdır. Məsələn, getməkdən gediş, baxmaqdan baxış isimlə amonimdir və qarşılıq növdə olan feilin də bir subyekt olmur, ən azı 2 subyekt olur. Ona görə A variantı gedəcəkdir 1-ə. A 1-ə getdi. B-yə baxaq. İşin icrası haqqında xəbər verən birinci subyekt yox, bütün hallarda ikinci subyekt olur. Bu icbar növü aid olacaqdır. C-yə baxaq. İşi görən qrammatik cəhətdən məlum olursa da, subyekt müstəqil söz şəklində cümlədə iştirak etməyə də bilər. Bu, deməli, işi görən qrammatik cəhətdən məlum olur və subyekt müstəqil şəkildə cümlədə iştirak etməyə də bilər. Bu, məlum növdə olan feilə aiddir. Bütün bu növ feillərdə subyektlər əksər hallarda çox olur. Hərəkəti eyni zamanda paralel yerinə yetirir. Bu, birgəlik növdə olan feilə aid olduğu üçün D variantını ümumiyyətlə heç birinə götürə bilmərik. 1A, 2B, 3C, C variantı testinin doğru cavabıdır. 17 ilə davam edirik. Qızardı və alovlandırdı sözlərinə aid doğru cavabı müəyyənləşdirməliyik. Qızarmaqdan qızartın bu formada, bir də qızardın bu formadadır. Alov, alovlandırdı bu formada təhlil olunacaqdır. Deməli, baxaq 17-dən. Quruluşçu növü başlanğıc formasını iki cür düşünmək olar. Bir doğrudur. Quruluşçu növünü bunun həm sadə düşünə bilərik, başlanğıc formasını həm qızar düşünə bilərik. Quruluşçu növünü düzəltmə və başlanğıc formasını qızar düşünə bilərik. Hərəkətin subyektini iki müxtəlif şəxs deməli, əvəzi kimi düşünülə bilər. Sən qızardın, siz qızardın. Ona görə 2 doğrudur. 3-ə baxırıq. Sözün kökü və yarandığı nitq hissəsi eynidir. Deməli, bu qızardın sözünü aid edə bilmərik. Daha alovlanırdı sözünü aid edə bilmərik. Çünki sözün kökü orada alov isimidir. Amma özü alovlanmaq feilindən yaranıbdır. Kökü və yarandığı nitq hissəsi eyni deyil. Ona görə 3 fikir olaraq yanlış olacaqdır. 4-ə baxırıq. Lektik şəkilçinin ikincisinin ixtisar isə feilin qrammatik məna növü dəyişməz. Alovlandırmaq sözünə dırı ixtisar etsə alovlandı, yenə də düzəltmə olacaqdır. 4 doğrudur. Vurğusu ikinci icraya düşən qaçırdı sözü ilə eyni zamandadır. Vurğusu ikinci icraya düşən qaçırdı sözü keçmiş zamandadır. Keçmiş zamanda da alovlanırdı. İkinci icraya düşən daha doğrusu. Bir də sonuncu icra demir. Buna bir dəqiqə. İkinci icraya düşən deyir, qaçırdı. İkinci icraya düşürsə, burada qrammatikdir, idi hissəcikdir. Və keçmiş zamanda alovlanırdı. Bu isə məlum növdə olduğu üzr istəyirəm. Bu keçmiş zamandadır. Bu isə indiki zamanda olduğu üçün 5-ci fikir yanlış olacaq. Testin doğru cavabı 1, 2, 4, yəni D bəndidir. Meyvələr sulandığı üçün cümləyə diqqət etmək lazımdır. Meyvələr sulandığı üçün stoldan axan su satıcının oturduğu kətildə islatmışdır. Kimsə meyvəni suluyubdur. Yəni, piştaxtada olan, stolun üstündə olan meyvələrdir. Daha qəşəng görünsün deyənə onun əlinlə su çiliyiblər. Meyvələr sulandığı üçün buradan sudan sulamaq, sulandığı məhsul növdə olan feildir bu. Məhsul növdə olan feildir. Əgər meyvə yetişmək mənasında sulanmaq olsaydı, sudan sulanmaqla bir yerdə götürüləcəkdir. O baxımdan deməli, biz bu feilə aid cümlədəki feillərlə bağlı, həm bu feil, həm də digər feillərlə bağlı doğru cavabı müəyyənləşdirməliyik. Baxaq, fərqləndirilmiş söz Yarmamət gözləri sulanana qədər asqırdı. Cümlədəki
Təsvirlənməyən feil eyni qrammatik məna növdədir. Burada gözləri sulanmaqda lam bir yerdə götürüləcəkdir. Bu məlum növdədir, amma bu məhsul növdədir. Buna görə A variantı doğru cavab ola bilməz. B-yə baxırıq. Feillərdən hər biri fərqli qrammatik məna növündədir. Sulandığı məhsuldur, stoldan axan məlumdur. Saçısının oturduğu kətili də islatmışdı, məlumdur. Hər biri fərqli qrammatik məna növündədir, fikri yanlışdır. Feillərdən yalnız bir müstəqil cümlə üzvünün vasitəsidir. Burada ancaq islatmışdır müstəqil cümlə üzvünün vasitəsidir. Oturduğu söz də var burada da. Bu da müstəqil cümlə üzvü deyil. Deməli, bir də B-yə baxaq. Feillərin hər bir fərqli qrammatik məna. Bu məlumdur, bu məlumdur, bu məlumdur, bu məhsuldur. Hər biri feilin qrammatik məna növündə olmadığı üçün B dəqiq şəkildə səhvdir. Feillərdən yalnız bir müstəqil cümlə üzvünün vasitəsidir. İslanmışdır müstəqil cümlə üzvünün vasitəsidir. Qalanlar tərkibin daxilində təhlil olunduğu üçün C bəndi testinin doğru cavabıdır. Sadə feillərin hamısı iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Deməli, islatmaq sözü, o da sadədir, amma bir nitq hissəsinin xüsusiyyətini daşıyır. D bəndi səhvdir. Feillər quruluş üzrə hər üç növünə aid nümunə işlənib. E variantı yanlışdır, çünki burada mürəkkəb feil yoxdur. 19-dan davam edirik. Uyğunsuzluğu müəyyən etməliyik. Cümlədə şərt şəklində işlənən feil varsa, mütləq iki durğu işarəsi işlənir. Fikir doğrudur. Şərt şəklindən sonra vergül qoyulacaq. Bir də cümlənin sonunda hər hansı bir durğu işarəsi qoyulmalıdır da. Qabağına doğru yazıldığı üçün A uyğunsuz deyil. Cümlədə əmr şəklində olan feil, məqsəd və intonasiya görüb bütün cümlə növlərinin xəbəri ola bilər. Bu fikir yanlışdır. Çünki əmr şəklində olan feil nəqli cümlə xəbəri ola bilməz. Ancaq əmr, deməli, sual və nida cümlədən xəbər olacaq. Qabağına yanlış yazıldığı üçün bu da doğrudur. Yəni, uyğunsuz deyil. Malı açı şəkilçiləri təsvirlənən feil iştirak edən cümlədə hərəkətin icra olunmadığını bildirəndə deyil hissəciyi işlənəcəkdir. Bu da hərəkətin icra olunmadığı. Bu ehtimaldır. Çünki malı şəkilçisi biz bilirik ki, deyil hissəciyi ilə də düzələ bilər, mamə ilə də düzələ bilər. Ehtimaldır. Qabağına da ehtimal yazıldığı üçün C bəndi uyğunsuz deyil. Ma inkar şəkilçisi iki hecalı sözlərdə vurğu ilk hecaya düşəcəkdir. Bu fikir ehtimaldır, amma qabağına doğru yazılır. Məsələn, yazmaz sözünü götürsək, iki hecalıdır, amma vurğu ilk hecaya yox, sonuncu hecaya düşübdür. Ona görə D bəndi ehtimaldır. Qabağına da burada nə yazılıbdır? Qabağına doğru yazıldığı üçün bu artıq uyğunsuz olmuş olacaqdır D variantı. E-yə baxırıq. I şəkilçilik təsirsiz feillərə qoşulduqda şəxssiz növdə olan feil yaranır. Fikir ehtimalıdır. Bu doğrudur. Çünki məsələn, yoxlanıldı, təsirsiz feilə qoşulub, amma məhsul növ düzəldibdir, şəxssiz növ düzəldilməyibdir. Qabağına da ehtimal yazıldığı üçün E bəndində uyğunsuz fikir olmayacaqdır. 20 ilə davam edirik. Hansı cümlədə qara hərflə verilmiş sözə xüsusiyyətlərdən yalnız biri aiddir? Vaqif çıxanda qapıda Mədinəyə rast gəldi. Axşamdan orada durub gözləyirmiş. Kökü feil deyil. Gözdən gözləmək bu doğrudur. Feildən yaranıb. Gəlin bunun qabağına yazaq ki, qarışdırmayaq sonra. Kökü feildir, düzdür. Feildən yaranıbdır. Bu səhvdir. Feili xəbərdir. Bu doğrudur. İkisinə uyğun gəldiyi üçün burada bizə deyir ki, yalnız birinə uyğun gəlsin. A-nı götürə bilmərik. B-yə baxırıq. Günəşin istisi bütün bitkiləri qurutmuşdu. Qurumaqdan qurutmuşdu. Kökü feil deyil, bu səhvdir. Feildən yaranıb, düzdür. Feili xəbərli, düzdür. İkisinə uyğun gəldi. Zala şəhərdən gətirilmiş yumuşaq stullar düzülmüşdü. Düzülmüşdü. Yenə də kökü feil deyil, səhvdir. Feildən yaranıbdır. Düzdür. Feili xəbərli, düzdür. Bərkitmək sözüdür burada. Bərkdən bərkit, bərkitən. Kökü feil deyil, səhvdir. Feildən yaranıbdır. Burada bərkdən, bərkimə, bərkit bu formada olacaqdır. Demək, kökü feil deyil, bu düzdür. Feildən yaranıb, bu da düzdür. Bərkiməkdən bərkitməkdir. Feili xəbərdir, bu səhvdir. Fikirlərdən ikisi doğru olduğu üçün burada D-ni də götürə bilməliyik. Onun işi inəkləri sağıb deməli, 3 quplu qazanı doldurmaqdır. Deməli, kökü feil deyil,
Bu səhvdir. Feildən yaranıb dolmaqdan doldurmaq düzdür. Feili xəbərlidir, səhvdir. Çünki məstərdir. Məstər feili sifəti ismi xəbərin ifadə vasitəsidir. Ona görə fikirlərdən burada doğru cavab bir dənə olduğu üçün testin doğru cavabı da elə E bəndidir. 21 ilə davam edirik. Yağlanmaq, sulanmaq, ləpələnmək. Yağlanmaq sözünü iki cür təhlil edəcəyik. La üstə gəlsin N formasında. Bu olacaqdır məhsul növdə. Bir də biz yağlanmaq sözünü lanı bir yerdə götürəcəyik. Yağlanmaq. Bu da olacaqdır məlum növdə. Sulanmaq sözü də eyni qaydadadır. Sudan sulanmaq məhsul növdə olacaqdır. Bir də onu iki cür düşünəndə məlum növdə olacaqdır. Ləpələnmək sözündə də ləpədən ləpələ, ləpələnmək iki cür düşün. Bir də bu qoz ləpələndi mənasında. Ləpələnmək sözü ləpədən lən bir yerdə götürüləcəkdir. Məsələn, su ləpələndi, dəniz ləpələndi. O baxımdan indi burada 21-də biz doğru cavabı müəyyənləşdirməliyik. Deyir, birinci və ikinci sözlər qayıdış növdə işlənir. Bir yanlışdır. Ya məlum məhsuldur, ya da məlum növdə işlənir bu feillər. Ona görə bir yanlışdır. Feildən düzələn söz kimi işləndikdə yalnız məhsul növdə düşünülə bilər. Feildən düzələn söz kimi işləndikdə bəli, ancaq üçü də məhsul yağlamaqdan yağlanmaq, sulamaqdan sulanmaq, ləpələməkdən ləpələmək məhsul növdə olan feil kimi düşünüləcəkdir. 3-ə baxırıq. Kökü amonim olan feillərin yarandığı nitq hissəsi dəqiqdir. Ümumiyyətlə bu sözlərin üçünün də yarandığı nitq hissəsi dəqiq deyil, çünki üçü də fərqli tələffüz olunur. Tərkibinə görə təhlili hansı formada düşünülsə də yalnız bir şəkilçi quruluşu dəyişir. 4 doğrudur. Ümumiyyətlə düzəltmə sözlərdə 10 dənə leksik şəkilçi olsa, yalnız biri onun quruluşunu dəyişir. Sadədən düzəltməyə çevirir. 4 doğrudur. Bu sözlərin yerinə görə həm məlum, həm də məhsul növdə düşünülə bilər. 5 də doğrudur. 2, 4, 5 E variantı testin doğru cavabıdır. 22 ilə davam edir. Fərqləndirilmiş xanaları nəzərə alaraq feilin qrammatik məna növünə görə cədvəldə neçə xanada uyğunsuzluq olduğunu müəyyənləşdirin. Müəyyənləşdirək. Açılmaq sözü məhsul qapı açıldı, bir də hava açıldı. Oxunmaq sözü məhsul növdə olacaqdır. Kitab oxundu, amma qayıdış növdə olmayacaqdır. Burada bir uyğunsuzluq var. Daralmaq sözü məlum növdədir, düzdür. Sonra qaralmaq sözü məlum növdə olacaq, amma burada qayıdış növdə olduğu üçün iki uyğunsuzluq var. Sonra tökülmək sözü, deməli, deyirsən ki, əsgərlər cəhbəyə töküldü, qayıdış növdədir. Və yaxud da deyirsən ki, su qaba töküldü, artıq burada məhsul növdədir. Burada iki uyğunsuz fikir gördük biz. Testin doğru cavabı A variantı olacaq. Yatırdı sözünü biz iki cür düşünə bilərik. Bir, yatmaqdan feil kimi. Yatırmaq, yatırdı, belə. Bir də yatırdı sözündə vurğu ikinci cəzaya düşəndə ikidən qrammatik. Bir də bunu isim kimi düşünmək bilərik. Yatır ismi kimi. Burada bir dır olacaq, xəbərli şəkilçisi. Yatırdır isim kimi. Deməli, 23-də doğru cavabla müəyyənləşdirmək. Sözün yazışında t-dır əvəzlənməsinə yer verilir. Bir səhvdir. 2-yə baxır. İki müxtəlif qrammatik mənada düşünülə bilər. Bəli, iki müxtəlif qrammatik mənada düşünə bilər. Biri isim kimi düşünə bilər, biri də feil kimi düşünə bilər. 2 doğrudur. Yatır ismi var. Yəni qırqızıl filan kəsin yatırım mənasında da bu var dövlət mənasında. O mənada yatır ismi var. Deməli, bunu həm feil, həm isim kimi düşünüldüyü üçün 2 doğrudur. Təsvirlənən feil kimi işləndikdə aid olduğu şəkli dəqiq demək olmur, səhvdir. Bütün hallarda bu düzəltmə də olsa, sadə də olsa xəbər şəklindədir. Çünki hər iki halda zaman şəkilçisi var. Vurğusu sonuncu hecaya düşsə, şuidi keçmiş zamanda və qurulucu düzəltmə olur. Vurğusu sonuncu hecaya düşdükdə şuidi keçmiş zamanda olacaqdır və qurulucu düzəltmə olacaq. 4 doğrudur. Hissəciklə işlənmiş feil kimi düşünülsə, quruluşca sadə və xəbər şəklindədir. 5 də doğrudur. Hissəcik kimi işləndikdə quruluşca sadə və xəbər şəklindədir. 2, 4, 5 C bəndi testinin doğru cavabıdır.
24 ilə davam edirik. Təsriflənən şəxssiz feil cümlədə xəbər olarsa nə baş verəcəkdir? Təsriflənən şəxssiz feil cümlədə xəbər olarsa. Nəyə sualına cavab verən söz birləşməsi tələb olunacaqdır. A bəndi. Yanlışdır. Həmin cümlədə subyekt işlənə bilməz. İşlənə bilər. Məsələn, bilirsən ki, məsələyə Elton tərəfindən baxıldı. Burada Elton subyektdir. Həmin cümlədə nə mübtəda, nə də subyekt işlənə bilər. C bəndi səhvdir. Çünki dedik subyekt işlənəcəkdir. Xəbərin ifadə vasitəsi sadə feil ola bilməz. D bəndi doğrudur. Çünki şəxssiz feil quruluşca ya düzəltmə ya mürəkkəb olur. Sadə ola bilməz. Ona görə xəbərin ifadə vasitəsi sadə feil ola bilməz. Doğru cavabdır. Cümlənin xəbəri feilin xəbər şəklində olacaqdır. Cümlənin xəbəri feilin xəbər şəklində olacaqdır fikri. Deməli, şəxssiz növdə olan feildir bu. Ola da bilər, olmaya da bilər. Ona görə E variantını biz doğru cavab kimi götürə bilmərik. Verilmiş fikirlərdən biri doğru və yanlış olma baxımından digərlərindən fərqlənir. İndi biz o tapmalıyıq. Məhsul və qayıdış növdə olan feillərin kökü adlar ola bilməz. Bu fikir yanlışdır. Kök nə olur olsun, yarandığı nitq hissəsi ad ola bilməz. Kök ad ola bilər, məhsulda, qayıdışda, icbarda, nə bilim, qarşılıq, birgəlikdə bunlarda ad ola bilər, amma yarandığı nitq hissəsi ad ola bilməz. Gəlin sözünə vurğu birinci hecəyə düşəndə həm isim, həm də feil kimi düşünə bilər. Gəlin deyirik, əmr şəklində vurğu əvvələ düşür. Biz bunu feil kimi düşünürük. Bilirsin ki, gəlin. Biz xitab kimi desək, gəlin bura gəl. Orada vurğu yenə xitab kimi dedikdə vurğu əvvələ düşür. Deməli, gəlin sözünə vurğu əvvələ düşən isim və feil kimi düşünə bilir. Ona görə B bəndi doğru olacaqdır. Qalanları yenə də yanlış olacaqdır. Yeməlidir sözü iki müxtəlif nitq hissəsi kimi düşünülə bilər. Bütün hallarda feili sifət kimi də düşünsək, vacib şəklində olan feil kimi də düşünsək, deməli, bu feil deməli, iki müxtəlif nitq hissəsi kimi olmayacaq, feil kimi olacaqdır. Yəni, feili sifətlə təsvirlənən feil də nitq hissəsi olaraq feildir. Deməli, qocalmışdı. Qocadan qocalmaq, apar da. İkisi də məlum növdədir. Qrammatik məna növlərində fərqli deyir. Burada ona görə D bəndi yanlışdır. Gətirməyin sözünə vurğuya görə başlanğıc forma dəyişir, quruluşu dəyişmir. Deməli, gətir sözündür. Gətirməyin. Belə olacaqdır. Bir də mək, məsdər kimi olacaqdır. Gətirməyin faydası. Başlanğıc forması bütün hallarda gətir olacaqdır burada. Başlanğıc forma dəyişir fikri yanlışdır. Deməli, fikirlərdən hamısı yanlış. B bəndi doğru olduğu üçün testin doğru cavabı B bəndidir. Qopardı sözündə vurğunun sonda olması dəqiqdirsə, bu sözlə bağlı hansı fikir söyləmək olar? Qopardı sözünə əgər vurğu sondadırsa, qopdan qoparmaq, qopardı. Burada D zaman şəkilçisi olacaqdır. Baxaq. Gələcək zamanda işlənmiş, xəbər şəklində olan feil A səhvdir. Keçmiş zamanda işlənmiş sadə feil, düzəltmə feildir, B səhvdir. İnkar şəkilçisi yalnız D şəkilçisindən öncə artırıla bilər. Aparmadı. C variantı doğrudur. Biz bilirik ki, inkar şəkilçisi leksik şəkilçisidən sonra artırılan, yəni inkar şəkilçisindən əvvəl heç bir qrammatik şəkilçisi artırılmır. Ona görə C variantı testin burada doğru cavab olacaqdır. D-yə baxaq. İnkar şəkilçisi sözdə müxtəlif mövqelərdə düşünülə bilər. Xeyr. Çünki burada A leksikdirsə, D qrammatikdirsə onların arasında olmalıdır. Xəbər şəklində işlənmiş gələcək zamanda olan düzəltmə feildir. Gələcək zamanda deyil bu. Keçmiş zamanda da E bəndi yanlışdır. Xəbəri hansı feillə ifadə olan cümlənin mübtədası həm obyekt, həm də subyekt ola bilər. Yəni, qayıdış növdə olan feil istəyir bizdən. Bu feillərin içərisində də qayıdış növdə olan feil döyündü sözünə görünmür sözü olacaqdır. Xəbər hansı feillə ifadə olunan cümlə mübtədası həm obyekt, həm subyekt. Mübtədası həm obyekt, həm subyekt olan feillər qayıdış növdə olan feillərdir. 2, 4 B variantı testin doğru cavabıdır. Diaqrama əsasən uyğun fikirləri müəyyənləşdirməliyik burada. Həm obyekt, həm də subyektdir. Deyindi sözü feil, obyekt və subyekt ola bilmir. Feilin aid olduğu söz obyekt və subyekt mövqeyində çıxış edə bilir. Ona görə 1 yanlışdır. 2-yə baxırıq. İş və hərəkətin öz-özünə baş verindiyini bildirir. Deyindi sözü qayıdış növdədir. Deyildi sözü məhsul növdədir. Ona görə 2 doğrudur. 3-ə baxırıq. Quruluş düzəltmədə hissəciklə işlənib. Deməli, burada hissəcik yoxdur. 3 yanlışdır.
Yalnız bir cümlə üzvü rolunda işlənə bilər. Bəli, bunlar yalnız xəbər kimi işlənə bilər. 4 doğrudur, ortaq fikirdir. Obyekti cümlədə işlənsə də subyekti işlənə bilməz. 5 səhvdir. Məhsul növdə olan sözün cümlədə subyekti tamamlıq formada bərpa olunur. Məsələn, qapı Elton tərəfinə açıldı. Aid olduğu qrammatik məna növü baxıldı feilin qrammatik məna növündən fərqlənir. Baxıldı şəxssiz növdədir. Bu hər ikisinə aiddir. Ortaya getməlidir. Ona görə 6 da səhvdir. Testin doğru cavabı 2, 4 E variantıdır. 29-dan davam edirik. Klasteri əsasən uyğun fikri müəyyənləşdirməliyik. Deməli, 1-ə AB, 2-ə F. Doğru cavabımız E bəndi. Gəlin baxaq görə həqiqətən də bu formadadırmı? Deməli, inkar şəkilçisi kökdən sonra qoşulmur. İnkar şəkilçisi kökdən sonra qoşulmur. Anar bugün qazandığı pulları itirdi. Təsviflənən feil. Təsviflənən feillərə baxırıq burada. İtməkdən itirmək, itirdi. Kökdən sonra artırılmır. 1'ə deməli A olanda E doğrudur. İndi 2'yə baxaq. O küləkli günlərdə ağacdakı yarpaqları qopardı. Qopmaqdan qoparmaq, qopardı. Bəli, burada da kökdən sonra artırılır. Leksik şəkilçisindən sonra artırılır. 1 AB olanda E doğrudur. F-ə baxırıq. Vurulsa sonuncu hecaya düşür. Hər ikisinə vurulub sona düşür. F də doğrudur. Və 1 AB olanda EF doğrudur. Ona görə testin doğru cavabı E bəndidir. Bəs 1 B olanda G-yə baxaq. 1 B olanda G-yə baxaq görə deyik, kökü amonimdir. Qopardı sözünün kökü amonim deyil. Ona görə D variantı yanlışdır. 1B olanda deməli DF-ə baxaq. D-yə baxaq görə doğru olacaqmı? Xəbər şəklindədir, indiki zamandadır. Amma qopardı sözü keçmiş zamandadır. 1B olanda D variantı doğru cavab deyil. 1A olanda D-yə baxaq. Yenə deyək, xəbər şəklindədir. İndiki zamanda deyil bu. Keçmiş zamandadır. 1A olanda D variantı ola bilmədiyi üçün C bəndi səhvdir. Bütün hallar testin doğru cavabı E bəndidir. 30-a baxaq. Doğru və yanlış cədvəlində doğruları tapmalıyıq biz burada. Deyir, təsviflənən feillərdən biri lazım şəklində işlənibdir. İstəyirdim, bu deməli xəbər şəklindədir. Bunları da gətirəsiniz. Gətirəsiniz. Artıq burada arzu şəklindədir. Çünki aparılanlar vaxtına təhvil verilməlidir. Lazım yox, vacib şəklindədir. Bir də xəbər şəklində, arzu şəklində işlənibdir. Bir yanlışdır. Feillərdən ikisi məlum, ikisi məhsul növdədir. İstəyirdi məlumdur. Deməli, istəyirdim. Bunları da gətirəsiniz məlumdur. Çünki aparılan məhculdur. Vaxtına təhvil verilmə, bu da məhculdur. 2 doğru olacaqdır. 3-ə baxırıq. Xəbər şəklində olan feil indiki zamanda deyil. İstəyirdim, deməli, xəbər şəklindədir, indiki zamandadır. Bu fikir yanlışdır, yanlışın altından doğru cavabdır. Vacib şəklində işlənmiş feil şəxssiz növdə deyil. Bu doğrudur, yanlışın altından götürülə bilməz. Ona görə 2-3 B bəndi testin doğru cavabdır. Dostlar, bu təsvirlənən feillərin birinci hissəsinə aid izah idi. İkinci hissədə görüşmək ümidi ilə salamat qalın.